Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Velhamdülillahi rabbil alamin ve salatu vesselamu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi tayyibin tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Biz inşallah rical elmi haqqında danışacağıq. Əlbəttə ki, şey haqqında, müqəddimə haqqında, yuxarı ali haqqında yox. Və bu elm haqqında ki, bəzi söhbətlər edəcək. Şayət bəzi şeylər sizə qaranlıq qalsın ki, bu nə deməkdir, məqsəd nədir? İcmali məlumat ola bilər. Amma oxuya o müqəddimədə bugünkü deyilən sözdə sizə daha da aydın olacaq. Bu təbii, çünki bu elmi birinci dəfə oxuyursunuz. Mən burada təqribən 3 dənə nöqtəyə istəyirəm toxunam. 3 dənə nöqtə bir elm haqqındadır. Bu elm ümumiyyətlə nədir, nədən danışır? Misallarını vuraq. İkinci müsənnif haqqında danışacağım. Əlbəttə ki, müsənnif haqqında çox da söz olmayacaq. Bir-iki cümlə kifayət edir. Çünki müsənnif haqqında danışmaya ehtiyac yoxdur. Eynilə müsənnif haqqında danışma buna oxşuyur ki, deyirəm ki, Quran-ı Kərimdə Allah barəsində söhbət edəcək. Quran-ı Kərimin ayələri doğru. Üçüncü də bu kitab haqqında danışacağıq inşallah. Bu belə. Birinci ki, bu elm haqqında. Elmin adı məlumdur ki, əlbəttə ki, son əsrlərdə məşhur olan şialar arasında bu elmin adı elm-i ricalil hədisdir. Hədis elminin, kişilərinin elmi. Yəni nə? Əvvəl biraz təkdir. Və sonradan ixtisar olsun deyə, rahat olsun, yalnızlar elm-u ər-rical. Həmin o hədisdəki əliflamı getirirlər onun ki, həmin o mənanı çatdırsın. Həmin o usul fiqhdə də belədir. Deyirlər elmül usul. Əslində elm usulil fiqh. İxtisara saldı. Biri sual verir ki, axı bu elmin ki adı elmi ricaldır. Rical yəni kişilər. Yəni buradan da kişilərdən söhbət gedir. Bunun adı niyə belə qoyublar? İki cür söhbət edir. Ya deyə bilər ki, ağacan, bu cəhətdən də ümumiyyətlə ərəbdə toplum şəkildə qadınla kişilər olsa, onlara kişi kimi müraciət etmək yoxdur. O çoxdur ərəblərin bəyanında, hədislərdə, zatlarda və ola bilsin Quran əsası var. Müxatəb kişi iləndir, amma o həmçinin qadına da aid olur. Yox, yaxud da bu cəhətdən demək bilər kişiyə. Bu cəhətdən qadınlardan söhbət edir. Amma çünki adətən kişilərdir, adətən, amma qadın da var. Təqlib babından, qələbə babından o babdan götürülür. Yəni əksər babından. Bəs sizi aldatmasın, ancaq kişilər olur. Quranda da var, Allah səhli beytdən. Bəli, işimiz yoxdur. İşimiz yoxdur. Yəni müxatəb ümumi şəkildə olması dəlil deyil ki, yəni siz istəyirəm ki, bu əlbəttə şək yoxdur. Bu şək arada qalsın ki, ancaq kişilərdən söhbət gedir. Bu belə. Bu elmdə biz ravinin sifətləri haqqında danışacağıq. O sifətlər ki, hədisin mötəbərliyi üçün şərtdir. Məsələn, ravinin birinci sifəti ola bilər. Ravi ola bilsin, yaxşı məsələn üçün rəssamdır. O sifətindən biz tanışmırıq. Ravinin o sifətində ki, hədisin mötəbərliyində dəlaləti var. Hədisin mötəbərliyində təsiri var, belə deyək. Məsələn, ravi düz danışandır. Ya ravi fəqihdir məsələn üçün, ilaxır. Ya ravi tanınmış şəxsdir, təqvalı şəxsdir, ilaxır. Bu cür sifətlərlə danışacağıq. İnşallah genişliklə oxuyacaq bunları. Qabaqda tərifində, mərifində oxuyacaq. Bəs təbiidir, bu elmin tarixinə baxanda tarixi indiki dövrdür. Elə həmişə nə vaxt şəriət olubsa, peyğəmbər olubsa, bu elm olub. Məsumların da vaxtında, peyğəmbərin də vaxtında eşidəndə bir peyğəmbərdən biri nəql edəndə baxır da görürsən bunu nəql edən kimdir bunu deyir. Peyğəmbərin özündən eşitsə ki, heç peyğəmbər də ona düzdür. Amma fərz ki, natiq gəlib mənə deyir. Mən natiqin sözünə haçan inanıram? O vaxt ki, natiqin özünə inananda. Mən peyğəmbərin özünə eşitməmişəm ki. İndiki də belədir. Gəlib deyirsən ki, ağa Murad, deyirsən ki, mədrəsənin müdiri deyib ki, sabah dərs yoxdur. Mən o ki, mədrəsənin müdirinin ağzından eşitsəydim, qutardı, dərs yox idi. Sual, deyirəm, Murad kimdən eşitdi? Murad deyir ki, natiqdən eşitdi. Gəlib Murad mənim üçün mötəbər olsun, natiq də mötəbər olsun, söz də mötəbər olsun. Xüsusən şəri məsələ olanda, şəriət olanda, din olanda, İslam olanda. Natiq sən kimdən eşitdin? Belə görüm ki, natiq gedib çıxdı bir dənə belə adam, o adamın sözünə heç qulaq asmazlar. Artıq mənim üçün şək oldu, mötəbər olmadı. Bəs təbii bir şeydir. Məsumların vaxtında da olub, imamların vaxtında olub, gəlib imama sual verirdilər. Deyirlər ki, ya imam, səndən filan kəs hədis bizə deyir. Onun sözünü qəbul eləyək. Bu təbii bir şeymiş, hər kəsin sözünü qəbul etməzlər.
Rical elmi hədis elmindən qaynaqlanır. Bəli, bəli. Yəni peyğəmbərdən qabaq belə bir elm yox idi. Nəzəri olaraq. Yox, gəlib deyəcəyim bunlar hamısı tarixə gəlməmişik və tarixə də başlayım mən şeydən sonra. Və həmçinin görür ki, peyğəmbərdən var hədis peyğəmbər vurur ki, məndən sonra mənim adımdan yalan danışacaqlar. Hədis cəhil edəcəklər. Bunlar oxuyacaq burada. Narahat da oxuyacaq. İstəyirəm işarə edin. Məlumdur ki, yalanlar olacaq ki, biz hər kəsdən hədis eşitməməliyik, qulaq asmamalıyıq. Bu elmdir ki, eşir görə kim deyir, ta ki biz bilək ki, dinin sözü nədir. Məsumlarda da həmçinin məsumlar inşallah oxuyacaq görürüz. Məsumun neçə nəfər şəxsdə ki, sahabəyə, ravinin lənətləyirlər. Məlumdur ki, bizim qondarma hədislərimiz var ki, və o şəxslər tərəfindən qondarılıb ki, gərək biz ehtiyatlı olaq ki, bu elmi oxuyaq. Əlbəttə ki, peyğəmbərin vaxtı, imamların vaxtı bu cürə müstəqil olaraq elm şəklində deyirdi. Hətta qədimi alimlərin də müstəqil olaraq elə hədis elminin içində bəhs edirdilər. Amma bu elmin müstəqilləşməsinə ən çox inkişafına səbəb əxbarilərin, özdə belə deyək, tünd o təəssübkeş əxbarların üzə çıxması oldu ki, səbəb oldu ki, sanki bunların qabağında usulilər, yaxud da belə deyək, tünd olmayan əxbarlar, yəni o təəssübkeş olmayan əxbarların cavablarıdır ki, bu məcbur oldu, kitablar yazdılar, təliflər elədilər bunlara qarşı. Mənim bu elm yavaş-yavaş nə oldu? Müstəqilləşdi bu elm. Amma əvvəllər elə hədisin elə içində bəhs edir, ayrıca bunu bəhs eləmirlər. Biz burada bu elmdə bir ravilərin özündən danışmır, qaydalar öyrənəcək ravi. Mən necə əldə edeyim ki, filan ravi mötəbərdir, məsələn, düz danışandır. Yolları nədir? Bunlardan danışacaq. Ya necə əldə edək ki, kitab mötəbərdir? Kafi, biz hardan bilək Kafi Kuleyninin? Fərz ki, sabitdir ki, Kuleyni mötəbər şəxsdir. Hardan bilək Kafi Kuleyninindir? Bunları hardan bilək? Aydın oldu. Hələ çatmamışıq ha. Kafidə olan hədislərin sənədləri. Bunları da biz bu sənəd elmində dinləyəcək, araşdıracaq, bunlar gələcək. Xülasə tarixçindən xülasə işarə edin, çünki baş ağrısı olmaz. İnşallah özünüz geniş mütaliənin özünüz görəcək, qabaq çıxacaq. İkinci, bu elmin, istəyirəm deyək ki, bu elmin dini elmlərə təsiri nə qədərdir? İstəyirəm buna danışaq. Əsasən adətən dini elmlər 4 dənə oxunurdu, hovuzlarda biz oxuyurdu. Bir, şəriət də həmin fiqhdir. Bir, həmin o kəlam elmidir, əqidə elmləridir. Bir, tarixdir. Adətən baxırlar, İslam tarixi mütaliəsi edirlər. Bir də ki, Qurandır, Qurana aid olan elmlərdir də. Adətən İslam deyir bu elm. Quran təfsir bununla. Fiqh üçün bu elm iki cürə oynayır. Yəni təsiri var fiqhə bu elmin. Bir dəfə birbaşa təsiri var. Necə? Hədisdir var imamdan. Filan kişi imamdan hədis var ki, məsələn, filan şeyin hökmü haramdır, filan şeyin hökmü halaldır. Birbaşa bu hədisdən hökmü ələ gətirmək, halal, haramı ələ gətirmək üçün bu elmə ehtiyacımız var ki, bu ravilərin düz olmağın, mötəbərlanmağın əldə edin. Başa düşdün? Bəs birbaşa təsir. Bəzən birbaşa deyil, dolayısı yolla təsir var. Yəni nə haçan? Sən ki o usul qaydaları ələ gətirsən ha. Məsələn, istishabı. İstishabı hədisdən ələ gətirsən. İstishabın hədisində bizə şəriət hökmə ələ gəlməyib ki, qayda ələ gələcək ki, biz o qayda ilə hökm ələ gətirəcəyik. Bəs dolayısı yolla. Məsələn, istishabın hədisi görə ümumiyyətlə sənədi düzdür yoxsa yox, raviləri düzdür yoxsa yox, bəraətin, ilə axır, nə qədər? Və yaxud bu usul qaydaları, və yaxud fiqhi qaydalar ki var, qayda-i fəraq var, qayda-i təcavüz var, qayda-i suq var, qayda-i yəd var. Bunların hədisləri ki, özü birbaşa onların vasitə hökm ələ gətirir də. Amma onların hədisləri mötəbər olmağı mühümdür ki, bu qayda mötəbərdir yoxsa yox. Bəs fiqh elmində, xüsusən şəriət elmində təsiri, yəni qaçılmazdır, məlumdur. Ya birbaşa, ya dolayısı yolla. Bu məlum oldu elə bilirəm. İkinci, kəlam elmində. Kəlam həmin o əqidədən zaten söhbət gedir. Bilirsiniz ki, kəlam elmində məsələlər iki cürədir. Kəlam elmində bəzi məsələlər var ki, onlara yəqinin olmalıdır. Burhanla, dəlinlə, yəqin. Yəni, zənnlə deyil tək, ehtimalla deyil, höccətlə, yəqin olmalıdır. Yəqin olmalıdırsa, biz daha elə hədislə tək ona çata bilmərik. Məgər ki, deyək ki, bir şey haqqında hədislər mütəvatir həddindədir. İnşallah oxuyacaq mütəvatir hədis nədir? Yəqin gətirək. Bunlar oxuyacaq, narahat olmayın. Biz sadəcə fehriz kimi gedirik. Amma bəzi əqidəvi mövzular var ki, dinimiz onda yəqin həddində istəmir. Höccət.
sənə həddində olsun, dəlil həddində olsun kifayətdir. Belə deyək, təfərrüatdır, cüz'iyyətdir. Orada ixtilaf da olsa kimisə kafir olmağına dəlil deyil. Məsələn, fərz elə ki, biz qiyamət haqqında söhbət edirik. Qiyamət haqqında hədislər var ki, bəzən zahiri deyir ki, məadın, qiyamətdə orada məad zad məsələləri cismanidir. Zahiri hədis bunu oxşur. Bəzi rivayətlər var ki, görürsən, cismanilərdən söhbət eləmir. Məsələn, deyir ki, məsələn, ruhanidir. Bəzilər ki, o cismani ki, oraya uyğun cismani. Xülasə, burada görürsən nə var? Təfərrüat var. Düzdür? İndi sual. Bir alim deyir ki, məad cismanidir. Bir alim deyir ki, ruhanidir. Məgər bunların arasında burada ixtilaf olmaq, bunların küfrünə olur səbəb? Məadı inkar eləmirlər. Adilər, məad müsəlləmdir, hökm olmaq. Keyfiyyət, o təfərrüat, o cüz'iyyətdə var. Bunlarda ki, lazımdır yəqin olsun. Necə yəqin olsun? Yəni, bu qədər, çünki ağıl da bəzi şeyləri eləmir, dərk eləmir, o cüz'iyyatı. Cənnətin keyfiyyəti nətərdir? Hesab kitab necə? Cənnətin özünü ki, ağıl eləyə bilər, amma keyfiyyəti, yaşayış tərzi necədir? Onu da ağıl dərk eləmir, məadın yaşayış tərzi. Bu təfərrüat üçün biz görürsən, hədislərə müraciət edirik. Hərçən ki, o hədis mənə yəqin hətta deyir, amma mötəbərdir məncə. Misal verim qoyursa, o biz ki, danışırıq, hədis bizə mötəbərdir, mənası deyirəm, həm yəqinin var ki, doğrudan da belədir. Məsələn, fərz edin, görürəm ki, silsiləyə baxıram sənədlərə, görürəm ki, bunlar hamısı höccətdir, mötəbərdir. Mənası doğrudan da belədir Allah yanında. Yox, mənə mötəbərdir. Bəs təfərrüatda, cüz'iyyatda yəqin lazımdır ki, mötəbər həddində olmaq kifayət olur. Bəs görürük ki, kəlam elminə də nə var? Təsiri var hədis elminə. Üçün tarix. Ağa, bizim çoxlu tarix hadisələrimiz var ki, onun düzgün və düzgün olmaması üçün o tarixi kim nəql edib, necə nəql edib, o ravinin mötəbərinə baxmalı. Baxmalı, bu kəzzabdır yoxsa yox. Yalancıdır yoxsa yox. Misal bunu bu keçək. Kafidə rivayət var qeyri-məsumdandır. O şir məsələsi haqqında, Kərbada şirin olub-olması. İndi bəzi məclislərdə ki, o şir çıxır ortaya. Şirin olub-olması var. Birinci, o ki, rivayət qeyri-məsumdan. Sanki tarix nəql edir. Çünki orada Fizzə ki var, xanım Zeynəbə danışır, tarix nəql edir orada. Tarixdən danışır. Dediyi ki, bir nəfər olmuşdu, Səfinə adında belə adam şirə belə eləmiş falan. Tarix nəql edir. Yaxşı, mən bu silsilə sənədə baxıram. Ola bilsin Fizzə mötəbər şəxsdir. Fizzəyə qədər olan şəxsdə görək bunun, görürsən, tarixə mühümü və çoxdur, doğrudur, mən misal vurdum. Bəs tarixi məsələlərdə sən tarixdən mötəbər bilirsən, şübhə, bəzi şübhələr ki var, aradan qalmaq ki, sənədinə bu ki, haradır. Tək ravi kitab, hansı kitabdır, bəs bu elmi, müstəsna nəyi var? Var burada. Bu kitab. Axırda Quranla danışır, təfsir, Quran yəni ümumi danışır. Ağacan, surələrin adlarını ki var bizə, hədislərlə gəlir surələrə adları nətər qoyulub, necədir? Ya məsələn, tərtib barəsində, şən-i nüzullar barəsində, təfsirlər barəsində, təhriflər barəsində, məsələn, bizim bəzi hədislərimiz var ki, zahiri görürlər ki, təhrifdir ya. Baxa görə bu sənədi düzdür yoxsa ya. Çox mühümdür rol oynayır. Həm ulum Quranda o dedim təhrif, məhrif kimi şeylə, şən-i nüzullar kimi təsiri var. Həmçinin nəyə bunun təsiri var ağalar? Təfsirin özü, Quranın özündən nəyi var? Birbaşa təsiri var. Bura qədər elmin özü haqqında danışır, müxtəsər təsiri var. İnşallah biz oxuya-oxuya qabaqda gələcək. Bəzən münkir olublar bu elmi. Niyə münkirdir? Oxuyacaq bunları. Tərifini oxuyacaq, mövzusunu oxuyacaq, məsələlərini oxuyacaq. Onlar ki, bu elmi deyirlər, oxumalı, niyə deyirlər? Bunlar hamısı oxuyacaq, narahat olmayın. Sadəcə ümumi. Bəs biz bu elmdə o raviləri necə mötəbər olmağın qaydalarını öyrənirik. Amma birbaşa zurara siğədir yoxsa yox, mən onu öyrənəm, mənə bu elm, bu kitabda. Onun üçün geri gedim zuraran həyatı haqqında məlumat. Amma bu sənə qayda deyir. Nə ilə ələ gətirə bilərsən? Kitabın mötəbərliyini nə ilə ələ gətirə bilərsən? Ravinin mötəbərliyini nə ilə ələ gətirə bilərsən? İlahi axı. Bəli, aydın oldu bura qədər. Müəllif haqqında söz deməyə ehtiyac yoxdur. Bu şəxs Şeyx Cəfər Subhani belə bir şəxsdir ki, yəni bütün elmlərə demək olar ki, İslam elmləri əlin qoyub və dərinə də gedir. Yəni bunun haqqında ən azı mənim danışmağım yersizdir bu. Kimdir, şəxsiyyəti kimdir? Hər kəs biraz ki, hovuzda gəlsə, dərs olsa, biləcək ki, bu alim adam, adi bir tələbə, adi bir alim deyil. Yəni, mən istəmirəm heç o barədə danışmadım bu mətn. Amma kitab haqqında. Bu kitabdan əvvəl müsənnif Kulliyat fi elmi Rizal yazmışdı. Və onun da ardıca Usulul hədis və əhkamını yazmışdı dirayə ayrıca. Bəs Kulliyat fi elmi
rical sırf olaraq rical idi, dirayətlə ayrıdır. İkisi də məndə var. Axırda inşallah sonrası göstərərəm. O kulliyyatı təqribən hicri qəməri ili ilə o kulliyyatı yazıb 1408-də. Təqribən eləyir təqribən 39 il bundan qabaq. Təqribən, əlbəttə hicri qəməri ilə təqribən 39 il bundan qabaq yazıb onu. 1408-ci ildə. İndi 1447-dir. Əlbəttə 47 təzə girib də bir ayda girib. Təqribən 39-38 ildir hicri qəməri ilə. Bundan qabaq yazıb. Amma bu Mucəz kitabı ki var, həm dirayəni də salıb içəri, dirayənin içində var. Bunu isə yazıb hicri qəməri 1421-də. Təqribən 25-26 il bundan qabaq. Necə yazıb, nə yazıb? İndiki Cami-i Mustafa, qədimdə ona deyirlər Mərkəzi Cəhani. Ərəb dilində də adı şeydir, Mərkəzil Alimi, Mərkəzil Aləmi Lil-Ulumul İslamiyyə. Məcmə Cahan deyildi. Bəli, Məcmə Cahanı, Mərkəzi Cahanı deyirlər, Məcmə Cahanı da ola bilsə Məcmə, Farsi adıdır. Həmin indiki Cami-i Mustafa xahiş edir, təqribən dediyimdə 25-26 il bundan qabaq ki, bir dənə rical kitabı müxtəsər dirayədə olsun, o da əyləşir, neyini bunu yazır və düzdür Cami-i Mustafa, indiki Cami-i Mustafa tələb edir, amma görürsən ki, sonra hovzada dərsliyə keçirdən ki, bu hovzada, İraq hovzasında dərsliyə keçirir. Bu kitab müxtəsər həddində həm rical elminin, həm də dirayə elmi gətirilib burada yazılır. Əlbəttə ki, bəzi mövzuları kulliyyatın xülasəsidir, bəzi yerlərindən, bəzi yerlər yox, burada əlavələr. Çünki bu kitabı ondan sonra yazıb. Bəzi burada əlavələr var. Belə. Bu kitabın şərhləri mümkün də olsun. Bu kitab şərhə ehtiyac yoxdur. Fars dilində mən şərhzadə görməmişəm. Bəlkə də var bazada, mən görməmişəm. Amma bir dənə ərəb dilində şərhi var, altındadır. Elə başında da Tavzih məsələn üçün Durusi Mucəz fi elmi ər-rical və dirayə. Tavzih ərəb dilində qalın bir kitabdır. Belə xülasa tavzihlər verir. Bəzən iradlar edir, amma belə bir genişdir. Ustadla oxuda adətən buna şərhə ehtiyac yoxdur. Çünki bu o qədər də şərhə ehtiyaclı olan. Yazıb ki, farsınız. Yox, o ərəb dildən danışırsan. Amma belə o qədər də ehtiyac yoxdur. Əlbəttə ki, ustad dərsdə bəzi nöqtələri gərək deməlidir, nəyə işarə edir. Bunlar yerindədir. Bu belə qaldı bu kitabın məzmunu mətni. Bu kitab 34 dərsdən və bir dənə xatəmədən nədən ibarətdir. 34 dərsin 29 dərsi ricallandır. Qalan 5 dərsi, yəni 30, 31, 32, 34 dirayədə axırda bir dənə xatəmə var. Ki, bu kitab belədir və ümumi şəkildə rical elminə giriş üçün əvvəldə o məlumat üçün çox qəşəng kitabdır. Bu söz, burada söhbət yoxdur. Yəni burada yer yoxdur biz bunu danışaq. Amma bununla kifayətlə xeyr. Siz ilk dəfə olaraq bu kitabı oxuyursunuz deyə bundan sonra siz gərək bir dövrə bu cürə rical oxuyasınız. Ondan sonra ustadınız sizlə tətbiqə keçəndə hədis kitablarında artıq sizi işlədəcək, o yolları sizə göstərəcək. Bəzi şeylər var ki, yoxdur bu kitabda. Onu orada deyəcək. Bəzi şeylər ki, sizə buna qaytaracaq. Bəs mən 3 dənə nöqtəni xülasə lazım idi ki, bu kitab haqqında çatdırım. İnşallah gələn dərslərdən inşallah kitabın üzündən gedəcək mətləbə və əlavə mətləblərdən nə edəcək? Biz dərs əsnasında nə edəcək buna işarə edəcək. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.